Rövşən bəy, nəyi itirməkdən qorxursunuz? Bu dəqiqə beynimə doğrudan hansısa elə bir qorxu gəlmir ki, nəyi itirməkdən qorxuram. Yəni məncə həyatda elə bir şey yoxdur. Yaxınları itirmək qorxusu var. Düşünürsən ki, dünyasını dəyişsə bir əzab, bir sıxıntı, bir narahatçılıq olacaq. Ancaq bu məndə fobiya həddində deyil ki, mənə bu böyük bir istirab versin, nə bilim depressiyaya salsın, o həddə deyil. Elə bir itirəcəyim bir qorxu yoxdur. Şəxsiyyətimi itirməkdən qorxmaq, yanlış bir addım atmaqdan qorxmaq, bu ola bilər. Mənəvi dəyərlərimi itirməkdən qorxmaq. Məncə ən böyük qorxum budur ki, insanın hər şeyi budur da. Yəni maddi hansısa nemətləri itirmək mənə görə elə qorxu deyil. Bugün pulun var, sabah yoxdur. Sabah yoxdur, sonra təzədən əldə eləyərsən. Bunlar gəldi gedərdi. Sağlamlıq da eyni o cürdür. Xəstəsən, sonra sağalırsan və yaxud da ki, sağalmaz xəstəliklər belə əgər şəxsiyyətin, əxlaqın, mənəvi dəyərlərin yerindədirsə, elə də faciəvi görsənmir. Əgər cismin sağlamdır, iqtisadi rifah, hər şey qaydasında, ancaq şəxsiyyətin yoxdur, mənəvi dəyərlərin yoxdur, məncə bu faciədir. Ona görə sualınıza bu cür cavab verərdim ki, o mənəvi dəyərləri, o düzgün bildiyim həyat fəlsəfəmdən əl çəkmək, bu mənim üçün böyük bir qorxu olardı və pis bir sonluq olardı. Bir çox hallarda insanlar deyirlər ki, təbii ki, siz də bu məqama toxundunuz, yaxınlarımı, əzizlərimi itirmək, bu qorxu və yaxud da ki, bu narahatlıq, bu təlaş mənə gəlir ki, hər birimizdə var. İtirdikdən sonra da yaşanan üzüntü olur. Bəziləri də düşünürlər ki, mən dostlarımı itirməkdən qorxuram, amma bu belə deyim, maddi itirməkdən yox. Sırf siz dediyiniz kimi münasibətlərim korlanar və dostlarımla əlaqəm kəsilər, yollarımız ayrılar, bu da var. Bir də məsələn o dediyiniz mənəviyyatını itirmək, şəxsiyyətini itirmək nüansı. İstədim bax elə mən istədiyim cavabı o sizdən aldım. Onun üzərinə vurğu edək. Şəxsiyyətini itirmək qorxusu və yaxud da şəxsiyyətini itirməmək üçün atılmalı olan vacib addımlar. İnsan hansı keyfiyyətlərə malik olmalıdır ki, şəxsiyyəti formalaşsın, hansı keyfiyyətlərə malik olmalıdır ki, şəxsiyyətini itirməsin? Öncə sənin düzgün, sabit bir həyat fəlsəfən və ideologiyan olmalıdır. Bir çox insanlar sabit ideologiyaları və düzgün həyat fəlsəfələri olmadığına görə bunlar üçün normaldır. Bugün səhv bildiyini sabah düz bilir və yaxud da sonradan başqa bir fikrə gəlir. Hər dəfə nəsə axtarır. Mənə görə öncə sənin o ideologiya və o düzgün həyat fəlsəfəsi sən birinci formalaşdırmalısan. Sən özün üçün yolun əvvəlində, nəinki yolun ortasında, nəinki yolun sonunda, yolun əvvəlində özün üçün formalaşdırmalısan. Mənim üçün nəyə nisbətdə olmalıdır, yox nəyə nisbətdə olmalıdır. Öz sərhədlərini müəyyən edirsən. Bu davranış sərhəddə ola bilər, bu rəftar sərhəddə ola bilər, bu hara kimi gedə bilərəm sərhəddə ola bilər, nə qədər geri çəkilə bilərəm sərhəddə olmalıdır. Düşüncədə, əxlaqda, davranışda özün üçün bu qırmızı xətləri müəyyən edirsən, o qırmızı bayraqları sancırsan, ondan sonra bunu başlayırsan qorumağa. Bu olur artıq sənin şəxsiyyətin, bu olur sənin əxlaqın, bu olur sənin davranışın. Onun əsasında başlayırsan hərəkət eləməyə. Misal üçün, sən deyirsən ki, yalan danışmaq mənim üçün pisdir. Öz həyat fəlsəfəvə görə bunu əsaslandırırsan ki, heç bir formada yalan danışa bilmərəm. Artıq sənin şəxsiyyətin bu bir hissəsinə çevrilir. Sənin davranışında bu qırmızı xəttə çevrilir və bunun əsasında sən başlayırsan yaşamağa. Nə vaxtsa bu qırmızı xəttdən hansısa maddi bir rifaha görə, nəyəsə görə əgər sən geri çəkilsən, pozsan, bu o deməkdir ki, sən artıq öz düz bildiklərindən yaşamırsan. Bu sənə geri dönüş olacaq, ciddi psixoloji geri dönüş olacaq. Özün öz gözündən düşəcəksən. Çünki sən anlayırsan ki, mən niyə yalan danışdım? Hansısa bir 5 manat pula görə yalan danışdım. Və yaxud da ki, kiminsə adına, sanına görə mən onun yanında yalan danışdım. Bu da gətirdi yaltaqlığa. Bəli. Bu artıq səni öz gözündən salacaq. Düzdür, maddi gəlir əldə elədin, vəzifən oldu, bu sənin öz gözündən salacaq. Bir dəfə qaydanı pozan, ikinci dəfə də pozacaq. Sonra artıq başqa bir şeyə görə, bir 7 manata görə yalan danışacaqsan, daha 5 manata görə danışmayacaqsan. Çünki buna öyrəşmirsən. Daha çox sənin
için daha çox istəyəcək. O mərhələni keçdin, çətini bir dəfə qırdın da demək olar. Bir dəfə qırdın, o qırmızı xətti keçdin. Sənin içində, sənin o psixikan sənə deyəcək ki, bir dəfə keçdin də nə oldu ki, gördün 5 manat aldın, getdin, yedin, içdin, gəzdin, yaxşı oldu ki, bir dənə də keç. Yəni də ancaq vicdan qoymaq istəmir. Ancaq buradan daha güclü gələcək, arqument daha əsaslı olacaq. Bir dəfə keçmisən də, sən artıq batmısan, əlin sənin çirkabdadır. Raskolnikov bir dənə cinayəti elədi, ondan sonra ardı gəldi. Yəni xətti bir dəfə keçdin, ondan sonra 6 manata, 7 manata və bir də maraqlı məqam odur ki, sən müəyyən bir yerə qalxandan sonra 50 qəpiyə də razı olacaqsan. 1000-ə qalxandan sonra çünki sənin şəxsiyyətin o qədər alçalır, xətləri o qədər pozursan ki, sonradan 50 qəpiyə də razı olacaqsan, 1 qəpiyə də sən artıq razı olacaqsan. Və bütün bunlardan insan qorxmalıdır. Bundan insan qorxmalıdır. Ondan sonra şəxsiyyətindən heç bir əsər əlamət qalmır və ən faciəlisi odur ki, bu səni sonra incitməyəcək. Bir ara incidir, ancaq sonradan elə bir yerə gəlib çıxırsan ki, bu artıq sənin şəxsiyyət və İmmunitet yaranır. İmmunitet yaranır. Qorxular kitabınızı istədim nəzər salım. Emosiyaların psixologiyası silsiləsi. Bu kitabınızda bu toxunduğunuz istiqamətlər var, yoxsa fərqli istiqamətlər? Bu mövzular daha çox klassik psixologiyanın qorxuları üzərində qurulub. Düzdür, biraz kənara çıxmalar eləmişəm. Orada mən bəzi fəlsəfi, mənəvi mövzuları da ora qatmışam. Ancaq daha çox oradakı qorxular klassik psixologiya kontekstində mən ələ almışam. Mən dediyim daha çox bir irfani qorxulardır. Təsadüfən baxın, Əlfəcin də tam bu hissədədir. Kim olursan ol, məni tərk etmə. Burada mən insanın öz məninə nəzərdə tutulur.